diqqətli olmalıdır o, yəni, başa düşdünmü? Eynən budur. Bu süd vəzisi sizə heç bir halda işıq yandırmayacaqdır. Heç bir halda. Hətta sizi kimyoterapiyaya da göndərsəydik, şişi tam sorsaydıq belə, süd vəzisində heç nə də qalmasaydı, o gilə areolanın arxasındaydı, giləni köpüşdürmüşdü. O elə ki, mərkəz sentral yol orada da, yəni, başa düşdün. Və o mərkəz yolun hamısının içində şiş elementləri. Ondan sonra sənə süd vəzi yaratmaq olar, sənə estetik də eləmək olar, amma əsas sən özün olasan, başa düşdün və sən sağlam olasan, başa düşdün, durub gəzəsən, o tərəfdə başqa qanada problem yoxdur, hasar yoxdur, hər şey təmizdir. Yəni olmayan bir süd vəzin olsun ya, yəni onu da mən sənə Allahın izni ilə zaman gələndə daha da gözəlini və əsas sağlamını yaradarıq. Yaxşı, aşkım. Odur ki, səni üzrdən görməyəcəm, başa düşdün.